قال فبعزتك لأغوينهم أجمعين. Alo, salam, aleyküm Rəşad Qazı. Salam. Özü də ad boyu verdiniz, yoxsa özü gedirdi ad boyu? Yox, özü ad boyu getdi. Ravi haqqında bir söz soruşmaq istəyirdim. Vaxtınız vardı, bir 5 dəqiqə. Nə haqqında? Ravi. Yenə görüm tanıyıram. Əli ibn Cad Əl-Cəvhəri Əl-Bağdadi. Mən ravilərdən anlayışım yoxdur. Ravilər, yox, elə yox. Bu kitabda bir nəhr haqqında bir şey yazılıb. Ona görə bilmək istəyirdim ki, o həqiqətən, yəni onun sözləri bizim üçün hüccətdir, yoxsa bidət əhlinə aiddir. Ona görə onu soruşmaq istəyirdim. Bəlkə tanıyasınız. Yox, tanımıram. Bismillahirrahmanirrahim. وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولَٰئِكَ كَانَ عَنْهُ مَسْئُولًا. Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək, bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaqdır.